Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Günün ən aktual və ən son xəbərləri ilə qarşınızdayıq. Alimentdən yayınan şəxs xaricdə yaşayırsa, hüquqlarınızı necə qoruya bilərsiniz? Vəkil vacib məqamları açıqladı. İşsiz vətəndaşlara yeni imkan hansı halda dövlət tərəfindən pul almaq mümkündür? Bizim Cəbiş müəllim filminin məşhur aktyorunun vəfat xəbəri sənətsevərləri kədərləndirdi. Trump İranla bağlı sərt planını açıqladı. Dünyanı sarsıdan dəhşətli partlayışın təfərrüatları və İsraillə bağlı son hərbi xəbərlər hamısı bu buraxılışda. Azərbaycanda aliment öhdəliyi yalnız ölkə daxilində yaşayan şəxslərə deyil, xaricdə yaşayan şəxslərə də şamil olunur. Təcrübədə tez-tez rast gəlinən hallardan biri aliment ödəməli şəxsin xarici ölkədə yaşaması və ödənişdən yayınmasıdır. Belə vəziyyətdə aliment alan şəxsin hüquqları qanunvericiliklə qorunur və müxtəlif hüquqi mexanizmlər tətbiq edilir. Oxu24.com-un hüquqşünas TƏ ilə əməkdaşlığı çərçivəsində vəkil Ayət Abbasova xaricdə yaşayan və aliment ödənişindən yayınan şəxslərlə bağlı hüquqi prosedurları açıqlayıb. Mövzu ilə bağlı vəkil Aytən Abbasova bildirib ki, aliment ödəməkdən yayınan şəxs barəsində ilk növbədə məcburi icra tədbirləri həyata keçirilir. Bu tədbirlərə şəxsin ölkədə olan əmlakına və bank hesablarına həbs qoyulması, ölkəyə giriş-çıxışına məhdudiyyət tətbiq edilməsi və digər icra tədbirləri daxildir. Əgər borclu şəxs aliment ödənişindən qəsdən yayınırsa, həmin şəxs inzibati və hətta cinayət məsuliyyətinə də cəlb oluna bilər. Belə hallarda onun barəsində axtarış elan edilməsi mümkündür. Zəruri hallarda beynəlxalq axtarış, o cümlədən Interpol xətti ilə axtarış məsələsi də gündəmə gələ bilər. Vəkilin sözlərinə görə, xarici ölkədə yaşayan şəxsdən alimentin tutulması beynəlxalq hüquqi yardım mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının bir sıra ölkələrlə, xüsusilə əməbə dövlətləri və Türkiyə ilə hüquqi yardım haqqında müqavilələri mövcuddur. Bu müqavilələr əsasında Azərbaycan məhkəmələrinin alimentlə bağlı qərarları həmin ölkələrdə tanına və icra edilə bilər. Bu zaman icra vərəqəsi və digər zəruri sənədlər aidiyyəti qaydada xarici dövlətin səlahiyyətli orqanlarına göndərilir. Nəticədə borclu şəxsin xarici ölkədəki maaşına, bank hesablarına və ya digər gəlirlərinə yönəlmə tətbiq oluna bilər. Aytən Abbasova qeyd edib ki, belə işlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə rəsmi müraciət olunması mühüm əhəmiyyət daşıyır. Həmin idarə vasitəsilə sənədlərin xarici ölkələrin aidiyyəti orqanlarına göndərilməsi və məhkəmə qərarlarının icrasının təşkili həyata keçirilir. Hüquqşünasların fikrincə, aliment alan şəxslər bu cür hallarda vaxt itirmədən icra məmuruna və aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Çünki beynəlxalq icra prosedurları müəyyən vaxt tələb etsə də, qanunvericilik aliment öhdəliyindən yayınan şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verir. Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu işsizlikdən sığorta ödənişi almış şəxslərlə bağlıdır. Bu ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün nə qədər sığorta stacı tələb olunur? Belə ki, işsizlikdən sığorta haqqında Azərbaycan Respublikası qanununa əsasən sığorta ödənişi almış şəxsə bu qanunun 13.2 və 13.2 maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu qanunun 13.2 maddəsinə uyğun olaraq isə 24 ay sığorta stacı tələb olunur. İş axtaran və işsiz kimi qeydiyyata alınmaq üçün necə və hansı quruma müraciət edilməlidir? Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra iş axtaran və ya işsiz kimi qeydiyyata alınırlar. Şəxs elektron ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum, həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda iş axtaran, məşğulluq haqqında Azərbaycan Respublikası qanunun 5.8 maddəsində nəzərdə tutulmuş hallar, iş axtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılma halları istisna olmaqla, kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. İşləyən şəxs əmək və məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyatdan keçə bilərmi? Bəli, iş axtaran kimi qeydiyyatdan keçərək başqa münasib işlər axtara bilər. İşsizlikdən sığorta üzrə sığorta tarifləri necə müəyyən edilir?
Sığortaydan tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5%. Sığorta olunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əmək haqqının 0,5%. Azərbaycanın tanınmış aktyoru vəfat edib. Nocoment az xəbər verir ki, məşhur Makedon obrazı ilə yaddaşlarda qalan Bizim Cəbiş müəllim filminin aktyoru Agil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən bugün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Agil Ağacanov Yuxu, Bizim Cəbiş müəllim filmlərində rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox Makedon obrazı ilə iz buraxıb. ABŞ İranla saziş bağlanmayacağı təqdirdə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olacaq. Oxu Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Fox News telekanalına müsahibəsində bildirib. Mən heç yerə tələsmirəm. Tələsdiyimi demək istərdim, çünki saziş bağlanacağı təqdirdə benzinin qiyməti aşağı düşəcək. Lakin tələssək, yaxşı bir saziş bağlamaq mümkün olmayacaq. Düşünürəm ki, biz ya əla bir saziş bağlayacağıq, ya da bu işi hərbi yolla həll edəcəyik, deyə Ağ Ev rəhbəri vurğulayıb. Yavaş-yavaş, amma əminliklə, məncə bizə lazım olanı əldə edirik. Əgər buna nail ola bilməsək, onda bu məsələyə başqa üsulla son qoyacağıq, deyə ABŞ prezidenti bəyan edib və eyni zamanda sazişə üstünlük verdiyini vurğulayıb. Amerika Birləşmiş Ştatlarının Massachusetts və New Hampshire ştatlarının sərhədi yaxınlığında atmosferdə 300 ton trotil ekvivalentində gücə malik meteorit parçalanıb. Bu barədə NASA rəsmi məlumat yayıb. Nocoment az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinə ENA məxsus GOES 19 peyki şənbə günü, mayın 30-da yerli vaxtla saat 14:06-da, Bakı vaxtı ilə saat 22:06-da güclü səs ilə müşahidə olunan parlaq bolid qeydə alıb. NASA-nın sosial şəbəkəsindəki rəsmi hesabında edilən açıqlamada bildirilir ki, meteor təxminən 40 mil təbii olaraq 64 kilometr yüksəklikdə parçalanıb. Parçalanma zamanı ayrılan enerjinin təxminən 300 ton trotil ekvivalentində olduğu və ətrafa yayılan dəhşətli gürültünün məhz bu səbəbdən qaynaqlandığı vurğulanır. İsrail hərbi hava qüvvələri Livanın cənubundakı Deir Qanun Ən-Nəhr kəndində yerləşən Hizbullahın məhv edilmiş lideri Haşim Səfiyyəddinin ailəsinə məxsus evə nöqtə zərbəsi endirib. Bu barədə məlumatı Livan kütləvi informasiya vasitələri yayıb. Nocoment az xəbər verir ki, Haşim Səfiyyəddin qruplaşmanın çoxillik rəhbəri Həsən Nəsrullahın öldürülməsindən sonra cəmi bir neçə saatlıq Hizbullahın baş katibi postunu tutması ilə tanınmışdı. Lakin o bu vəzifədə möhkəmlənə bilməmiş və qısa müddət sonra İsrailin növbəti hava hücumu nəticəsində özü də məhv edilmişdi. Yerli medianın məlumatına görə, Livanın cənubuna edilən bu son reyd birbaşa qruplaşmanın keçmiş rəhbərliyindəki əsas fiqurların yaxın ətrafını və qohumlarını hədəf alıb. Bu da İsrailin bölgədə Hizbullahın təsiri infrastrukturunu tamamilə yox etmək kampaniyasını davam etdirdiyini göstərir.